Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Değerli dinleyiciler, yaşadığımız hayat bəzən insanı elə sıxır ki, insan yaşadığı o sıxıntının, o problemin içində mənə bərabəri yoxdur düşüncəsində olur. O elə düşünür ki, mən ən ağır olanını yaşayıram. Bu təbiidir, çünki hər bir insanın öz gücü vardır. Onun artıq gücü yetməyən yük üzərində olanda bu ən ağırıdır deyə düşünür. O isə Allah bizə öz kitabında elə qissələr rivayət etmişdir ki, bizə elə hadisələrdən danışmışdır ki, onu dinlədikdə bəlkə də dərdimiz unudulub gedərdir. Ona görə də Allah öz kitabında bəzi peyğəmbərlərin həyatından bizə ibrətlər göndərmişdi ki, ey qulum, səni əgər dünyada yoxsulluq sıxırsa ki, yəni bizim dünyada yaşaya biləcəyimiz sıxıntıların əsasını bu təşkil edir. Ya maddi ehtiyac, ya xəstəlik, ya insanlar arasında anlaşılmamazlıq və yaxud da ki, sevgidə xəyanət. Yəni, insanlar bu cür halları daha çox yaşayır və ən çox sıxıntı da bunlardır. Və bəzən insan bunlara gücü yetmir. Çünki bu sıxıntılar elə bir problemdir ki, onu zorla həll etmək olmur. Yəni, sevdim birisini, ona əlin çatmır. Bunu zorla əldə etmək olmur ki, və yaxud da ki, bir insana ömrünü həsr etdin, amma ondan qarşılıqlığını görmədin. Zorla sevda olmur ki, zorla məhəbbət olmur, zorla sıxıntını içdən çıxartmaq olmur. Bunlar mümkün deyil. Bunları ancaq yaşamaqla həll etmək olur. Dözməklə, səbirlə, səbatla bunun qarşısına çıxmaq mümkündür. Ona görə də bizim Rabbimiz bizə, dərdimizi bizə unutturacaq bəzi qissələri bizə çatdırmışdı ki, ey qulum, hələ bir bunu da dinlə, gör, sən bu durumdan da ağır durumdasanmı? Ona görə dəyərli insanlar, hər kəsə öz yaşadıqları nə qədər ağır gəlsə də, sən bilginən ki, səndən də ağır durumda birisi vardır. Ola bilər biz düşünək ki, məndən də ağır durumda birisi var, bunun mənim dərdimə nə çarəsi var ki? Yəni, mən bunu yaşayıram, nə olsun ki, məndən də ağır bunu yaşayan var? Mən nə edim ki? Axı, mən buna dözmürəm, deyə düşünürük. Bəli, sən də bunda haqlısan. Amma bizim Rəbbimiz bizə misal gətirəndə bizə demir ki, səndən ağırı olanı var, sən az danış. Yox, onu bizə demək istəmir. Bizə demək istəyir ki, ondan ibrət götür. Gör, səndən böyük problemi olan, yaşadığı problemdən necə xilas oldu? Sənin də xilasın oradadır. Baxın, budur məsələ, dəyərli insanlar. Yoxsa Əyyub əleyhissalam misal üçün bir şey yaşayıb, indi o demək deyildir ki, mən deyəm ki, Əyyub əleyhissalamın dərdinin qabağında sənin yaşadığın nədir ki, sən danışma, sus. Xeyr, bu doğru deyil. Hərənin öz çəkisi var. Hərənin özünə görə bu yük ağırdır. İnsan var 100 kilo qaldırır, insan var 200 kilo qaldırır. İndi bu o demək deyildir ki, o biri heç kəsdir. Bunun gücü ona çatır, onun gücü ona çatır. Bizlər də belə. Bəli, dəyərli insanlar,
ey ailəsində sıxıntısı olan və yaxud da ki, biznesində sıxıntı yaşayan və yaxud da ki, sağlığında sıxıntı yaşayan insanlar. Dinləyək Yunus əleyhissalamın hadisəsini. O Yunus əleyhissalam ki, Allahın Resulü sallallahu aleyhi və səlləm İmam Buxarinin rəvayət etdiyi bir hədisdə bizə demişdir ki, heç kəsə yaraşmaz. Yaşadığı sıxıntının içində özünü Yunusdan da böyük sıxıntının içində olduğunu zənn etsin. Yunus kimisi yox idi. Bax, Allahın Resulü bizə Yunus əleyhissalamın elə yaşadığı bir hadisədən xəbər vermişdir ki, sizə deyəcəyim ümumiyyətlə bu Yunus əleyhissalamın bu hadisəsi Qur'an-ı Kərimdə Yunus surəsində, Saffat surəsi, Ənbiya surəsi, bir də Qələm surəsi. Bu 4 surədə Yunus əleyhissalamın qissələri, fərqli hissələri bu surələrdə keçmişdi. Və sizə veriləcək məlumat da İbn-i Kəsirin təfsirindən və Ət-Təbərinin təfsirindən olan məlumatlar olacaq ki, sizin diqqətinizə bu çatdırılacaq. Daha məlumatı verərkən qissə pozulmasın deyə ümumi xəbəri bu başdan verdim ki, yəni bu Qur'an-ı Kərimin təfsirindən götürülmüş qissələrdir. Dəyərli insanlar, Yunus əleyhissalam bizim bugünkü İraq ərazisində olan Neynəva şəhərində yaşamışdı. Yəni bugünkü Mosul şəhəri ki var, ona bitişik şəhərdə yaşamışdı. Orada dəvət aparmışdı. Yunus əleyhissalam, onun xalqı Allaha şərik qoşurdu. Bütlərə ibadət edirdi. Ocaqlara, ziyarətgahlara nəzirlər, qurbanlar aparırdı. Bugünkü özünə müsəlman deyən insanlar kimi, bəzi daha doğrusu, bəzi dırnaq arası özünə müsəlman deyən insanlar kimi. Ki onlar ziyarətgahlarda qurbanlar kəsər, bu ziyarətgah bizə övlad verəcək düşüncəsində və yaxud da ki, ticarətim pozulub, necə edim ticarətim düzəlsin, ona görə xüsusi ziyarətgahlar var idi, gedirdilər orada pul xərcləyirdilər və yaxud da ki, evlənmək istəyir, evlənmək üçün ayrı ziyarətgahlara gedirdilər. Beləliklə, insanlar həyatda yaşaya biləcəyi bütün problemləri fərqli ziyarətgahlarda çarəsini axtarırdılar. Eyni ilə bugünkü bəzi insanlar kimi ki, kimisi günahdan tövbə etmək üçün məşhədə gedir, kimisi övladı olmur deyə ağa filənkəsin ziyarətgahına gedir, kimisi ticarəti pozulubdur deyə hansı məscidə gedir, orada məscid deməyək, orada qəbir olan yerə məscid deyilməz, məbədgaha gedir və orada ibadət edir və beləliklə də eyni halı Yunus əleyhissalamın qövmü də yaşayırdı. Bugün yaşanan bəzi hallar kimi. Və Yunus əleyhissalam xalqı ilə ciddi mübarizə aparırdı. Elə ciddi mübarizə aparırdı ki, xalq nəticədə bütünlüklə ona qarşı çıxdılar. Təsəvvür edirsinizmi? Yunus əleyhissalam yeganə peyğəmbərlərdəndir ki, tək tənha qaldı. Ailəsi, övladları, xalqı, heç kəs onu qəbul etmədi. Hətta elə bir duruma gəldi çatdı ki, yemək istəyir, heç kəs ona yemək vermirdi. Deyirdilər, ya bizim inancımıza qayıt, bizimlə barış, bizim ilahlarımızdan üzür istə, yəni gəl onları ziyarət elə, biz səninlə barışaq. Onun həyatı elə təkləşdi ki, Yunus əleyhissalam xəstəlik keçirdir, ona baxan yox. Yunus əleyhissalam yemək axtarır, pulu ilə almaq istəyir, verən yox. Və xalqına, yəni bu deyil idi onun sıxıntısı. Bu sadəcə olaraq bizim bəzi insanlar, bəzi halları yaşayanda bundan ibrət götürsün.
Yəni usanma, bezmə, haçana qədər belə olacaq deyib təslim olma insanlara. Təslim ol Allaha, Allahın dininə. Çünki qurtuluş çox yaxındadır. Qurtuluş, ölüm mələyi gələr gəlməz o qədər sənə yaxındır. Və sən isə bilmirsən, haçan ruhunu Rəbbinə təslim edəcəksən. Elə isə səbirli ol. Yaşadığın heç bir sıxıntı səni usandırmasın. Yunus əleyhissalam belə bir sıxıntıların sonucu Rəbbinə dedi, ey mənim ilahım, ey Rəbbim, artıq xalqım məni dinləmir, artıq mən təkəm, heç bir çarəm qalmayıb, heç bir gücüm artıq yetmir bunlara. Allahım, nə edəcəksən xalqın barəsində? Yəni, Allah Qur'an-ı Kərimdə Əl-Ənbiya surəsində bu hadisəni bu cıra deyir və deyir. Ayə belədir. Əuzu billahi minəşşeytanirracim. Və zənnuni iz zəhəbə muğadibən fəzənnə ən lən yaqdir aleyh fənədə fiz-zulumət. Bir gün Zinnun Yunus əleyhissalamın adlarından biridir. Yunus əleyhissalam Yunus bin Mətə, atasının adı belə olmuşdur. Yunus bin Mətə və ona Allah Qur'an-ı Kərimdə Zinnun deyə həm də səsləndirmişdir. Yəni balıq sahibi. Bir gün Zinnun xalqının davranışıqlarından qəzəblənərək artıq xalqına üz döndərdi və xalqını tərk etdi. Və bu tərk etdikdən sonra düşdüyü zülmətdə isə Rəbbinə peşiman olaraq yalvarmağa başladı. Deməli, Yunus əleyhissalam artıq heç bir çarəsi yoxdur düşüncəsi ilə dedi, ey Rəbbim, artıq xalqım məni dinləmədi, artıq bunların sonu yetmişdir. Sənin hökmün nədirsə, onu et. Allah Yunus əleyhissalama dedi, ey Yunus, 3 gün ərzində, baxın, bu dediyim fərqli surələrdən götürülən sitatlardır ki, bayaq dedim, Yunus, Safat, Ənbiya, Qələm surələrində fərqli yerlərdə bax bunlar götürülmüşdür. Allah ona dedi, 3 gündür sənin xalqının vaxtı, 3 günə bəla gələcək onlara. Əgər tövbə edib dönməsələr, məhv olacaqlar. Sən isə səbir et, gözlə, 3 gün gözlə. Yunus əleyhissalam xalqına dedi, ey xalqım, artıq son 3 gündür. Tövbə edin, Allaha dönün. Xalqı ona dedi, haçandır sənin dediyin vaxt? Qoy gəlsin, görək nə olur. Ona alay etdilər, ona istehza etdilər. Yunus əleyhissalam artıq 3-cü gün dənizin üzərindən qara bəlanın gəldiyini gördü. Dedi, ey xalqım, budur, bəla gəlir. Onlar dedilər, o buluddur. Baxın, eyni halı Yunus əleyhissalam bəla görürdü. Xalqı isə bulud görürdü. Dəyərli insanlar, bu kiçik incə məqamlarda detallardır ha. Bu detalları siz öz həyatınız üçün tutun. Bax, yəni əslində sən bulud gəldiyini görərsən. Bulud nədir? Yağışdır, yağacaq, ağaclarımız bununla münbit olacaq, meyvələrimiz çoxalacaq, düşünürsən. Amma dahi insan isə onu bəla görür. Yəni, sən ola bilər günaha düşəsən, biraz da təfsilatı ilə deyim ki, problem yaşayan adamlar bunu bilsin. Sən əgər Allah ilə aran problemlidirsə, əgər həmən halın içində sənə sənin nemət gördüyün bir şey gəlsə, yəni sən Allahla aran düz deyil, amma sənə qapılar açılıb, sənin ruzun var, sən sağlamsan,
Sənin problemlərin həll oldu. Amma sən Allahla aran düzəlməyib. Bilginən ki, o bəladır. Ey müsəlman, əgər Allaha baş əymisənsə, əgər Allahın əmrlərinə tabi olmamısansa, Allaha şərik qoşursansa, yəni sən ziyarətgaha getdin, sənin hansısa işin düzəldisə, bilginən bəladasan. Səni bu yaxınlarda bəla haqlayacaq. O isə sən aldanırsan ki, getdim, işim düzəldi. Hökmən deyildir ki, bəla 3 günə gəlsin. Yunus əleyhissalamda 3 gün deyildi ki, illərlə idi. Biz ən sonunu danışırıq. Sonuncu 3 gündən danışırıq. İllərlə idi, deyildi, qulaq asmadılar. Sən də, əgər sənin içki içməklə elə düşünürsən ki, sənin problemin düzəlir, işlərin qaydasına düşür, qonaqlarını qəbul edirsən və cibin dolur, bilginən ki, o dolan cib başına bəla olacaq. Əgər sən cadugərə getməklə övladının xeyir işini düzəldirsənsə və yaxud da ki, hansı problemini falçının əli ilə həll edirsənsə və sənin işin düzəldisə, bilginən başın bəladadır Allah ilə. Amma dünyan keçəcək. Nə qədər? 3 ay, 5 ay, bəlkə də bir ömür. Qoy olsun. Amma əbədi bir həyatda Allah ilə qovuşacağın günü dəhşət yaşayacaqsan. Bax, kiçik detallar budur. Onlar gördülər ki, bulud gəlir, dedilər yağış yağacaq, torpaqlarımız münbit olacaq. Nə bəla? Yunus əleyhissalam dedi, Allahım bunlar bəla gəlir, amma onu görmürlər. Ver bunların bəlasını. Və Yunus əleyhissalam tələsdi. Gördü ki, artıq bəla gəlir. Axı Allah ona demişdi, xəbəri məndən gözlə. Gözlə, çıxma xalqımın arasından. Demişdi. Və Yunus əleyhissalam üsyan etmədi Allaha. Elə zənn etdi ki, çünki ayədə də keçir. Fəzzənnə. O elə zənn etdi ki. Yəni elə zənn etdi ki, artıq mən çıxmalıyam buradan. Çıxım. Amma içinə bir şey gəldi. Axı Allah mənə deməyib. Yəni bunun ikisinin arasında çıxmağı götürdü. Və Yunus əleyhissalam tələsdi və qaçdı. Və bir gəmiyə minərək gəmi əhli ilə birlikdə çıxdılar. Gəmi əhli bununla deyildi Gəmi əhli səfərə çıxır. Yunus əleyhissalam da görür buludlar gəlir, bəla gəlir. O nə idisə o bəla, insanlar bulud görürdü. Bəlkə deyən yerdə zaten elə buludlar da Allahın ordusudur. Allahın ordusu gəlirdi şəhəri alt-üst eləməyə. Bunlar isə bunu bulud şəklində görürdü. Və Yunus əleyhissalam çıxan gəmiyə pulunu ödəyərək onlarla çıxır ki, mən bu şəhərdən çıxım. O şəhər batacaq. Və nəhayət, dənizin ortasında bəla Yunus əleyhissalamın şəhərini tutub. Yəni fırtına qopub. O fırtına dənizi qaldırır. Yunus əleyhissalamın olduğu o gəmi qalxır dalğaların ovucuna və çırpılır yerə. Və gəminin idarəçisi dedi, içimizdə ağasından qaçan qul var. Çünki bu onun bəlasıdır. Nədənsə onlar hikmətli bunu anladılar. Ağasından qaçan qul, yəni onlar əslində belə düşünürdülər ki, qul, yəni həqiqi qul, öz ağasından qaçarsa Allah bəla göndərər. Belə inancları var idi. Baxın, o bir həqiqi inanc imiş. Çünki Yunus əleyhissalam bu sözü eşidəndə, hətta özü peyğəmbər olmasına baxmayaraq, o düşündü ki, aman Allahım, mən deyəsən tələsdim. Yunus əleyhissalam dedi, o ağasından qaçan qul mənəm. Dedilər, yox, qoy yoxlayaq. Puşk atdılar. Puşk, yəni bütün gəmi əhlinin içində çıxdı Yunus əleyhissalamdan. Dedi ki, o mənəm. Dedi, o kimdirsə o günahkar, özünü atmasa biz batacağıq hamımız. Onlar heç biri iman etməyiblər. Yunus əleyhissalamı peyğəmbər kimi tanımırlar.
öz içlərində bir inancdır. Onlar dedilər, yox, bir də yoxlayaq. İkinci dəfə yoxladılar, yenə Yunusa çıxdı. Üçüncü dəfə yoxladılar, Yunus əleyhissalam artıq dedi ki, artıq yoxlamağa ehtiyac yoxdur, o mənəm. Və özünü atdı dənizə. Ki, artıq, yəni o özünü dənizə atanda, yəni artıq mənim Rəbbim məndən bunu tələb edir, ölüm. Yunus əleyhissalam, dəyərli insanlar, dənizin fırtınasında, o böyük ləpələrin altında, ləpə onu çırpır suyun altına. Yunus əleyhissalam normalda insan hansı əzabı çəkər? O əzabı çəkirdi. Boğulur, özünü atır suyun üstünə, yenə batır suya, nəfəsi çatmır. Bir anda Yunus əleyhissalam düşündü, indidir zamanı, indi. Mən artıq ölüm məni haqlamışdır. Artıq ölümün ovucularındadır. O dedi, dəyərli insanlar, Yunus əleyhissalamın dediyi o söz mələkləri lərzəyə gətirən bir söz idi. Onu bugün sən əzbər bilirsən. Siz o duanı edirsiniz. O dua Qur'an-ı Kərimdə keçən məşhur zikirlərdən biridir. Əl-Ənbiya surəsi 87-ci ayədə olan o ayə. Yunus əleyhissalam dedi, La ilahə illə ənt, Subhanəkə inni kuntu minəz-zalimin. Ey mənim tək ilahım, səndən başqa ibadətə haqqı olan heç bir mabud yoxdur, sən təksən. Ey mənim ilahım, mən zülm etmişəm özüm özümə. Nə olar, məni bağışla. Allahın Rəsulu deyir, Yunus dənizin dərinliyində, 3 qat qaranlıqda, 3 qat dənizin dərinliyində, balığın qarnında, çünki Yunus əleyhissalamı bir balıq gəlib utmuşdu. Biz balıq deyək, indi o gerçəkdə nədir, onu Allah bilir. Yunus əleyhissalamı utdu. Yunus əleyhissalam onun içində, ölümün ən son nöqtəsində bu sözü deyəndə Allahın Rəsulu dedi, mələklər dedilər, ey Rəbbimiz Allah, yeryüzündən bir səs gəlir ki, o bizi dəhşətə salır. O nə səsdir belə? Təsəvvür edirsinizmi? Allah dedi, ey mənim mələklərim, o mənim qulum Yunusdur, məni çağırır. Mən onun səsinə səs verdim. Mən onu xilas edəcəyəm. Biz onu xilas etməliyik. Biz, yəni mələklərə demir, Allah özünü nəzərdə tutur. Yəni Qur'an-ı Kərimdə keçən biz sözü Allah deyəndə mələkləri nəzərdə tutmur. Özünü təzim edərək. Yəni görürsünüzmü, ən son çarə də belə mənəm. Təsəvvür edin, yeryüzündən gedən bütün səslər, mələklər onları bilir. Mələklər onları bilir, eşidir. Və bu necə səs idisə, Yunus əleyhissalam hansı fəryad ilə Allahı çağırdısa, Allah onu dənizin 3 qat dərinliyində həm gecə, həm suyun altı, həm də balığın qarnı. Bu 3 qat dərinlikdən onun duasını eşitdi və o necə təlatüm ilə dua edirdisə. Bax, bizə ibrət budur. Allaha dua edəndə ruhun titrəməlidir. Bax, o duadır. La ilahə illə ənt, Subhanəkə inni kuntu minəz-zalimin. Biz bu duanı bilirik. Bu dua, duaların qəbul olunması üçün 7 nəhəng duadan biridir. Ki, bu duadan sonra bütün dualar qəbuldur. Niyə axı bizdən qəbul olmur bəzi dualarımız? Axı bunu biz də deyirik. Deməli, biz bunu Yunus əleyhissalam kimi demirik. Eyni sözü onu kimi demirik. Qəlb titrəməsi ilə, ruhun yerindən coşması ilə demirik. Sən belə dua et, Allah yerin fizikasını dəyişər.
kimyasını dəyişər, qanunlarını dəyişər və sənin duanı həyata keçirdər. Yeri alt üst edər, səni onun içindən xilas edər. Necə ki, Yunusu balığın qarnından xilas edən Allah. Əl-Ənbiya surəsi 88-ci ayədə keçir. فَاسْتَجَبْنَ لَهُ وَنَجَّيْنَاهُ مِنَ الْغَمِّ وَكَذَٰلِكَ نُنْجِي الْمُؤْمِنِينَ. Biz onu xilas etdik. Biz onu dərddən, qəmdən qurtardıq. Bax, biz beləcə möminləri xilas edirik. Allahın Rəsulü bu ayəni oxuyanda səhabələr dedilər, Əbu Hüreyrə radiyallahu anhu bunu rəvayət edir. Səhabələr dedilər, ey Allahın Rəsulü, bu nə əzəmətli sözdür, bu nə əzəmətli duadır. Görəsən Allah bizə də bu dua şansını verirmi? Allahın Rəsulü dedi, ey Allahın qulları, bu dua Yunusa xas bir duadır. Yəni, bu duanın süftəsini Yunus etmişdir. Amma bütün möminlərə bunun üçün icazə verildi. Yəni, hər bir mömin bu duanı edə bilər. Amma bunun başlanğıcı, yəni bu duanı ortaya çıxardan Yunus oldu. Elə dua etdi ki, elə sıxıntıların altından bu duanı etdi ki, Allah onu xilas etdi, onu qurtardı. Yunus əleyhissalam, balıq Yunus əleyhissalamı dəniz sahilinə atır. Yunus əleyhissalam ölü vəziyyətində balığın qarnından xilas olur. Balıq deyək ki, nədir o, Allahın hansı gücü idi, nə idi? Yunus əleyhissalam hər nə idisə, onun içindən dənizi görürdü. Dənizin içindəki bəzi halları görürdü. O, onun içində bir versiyaya görə bir gün, digər versiyada 7 gün, digər versiyada 40 gün qalmışdı. Ən münasib olanı gündür. Yəni 40 gün deyil, az olanı, yəni daha güclüdür. Bir gün ondan biraz çox olmasıdır, amma bəziləri 7 günün üzərində daha çox dayanır. Hər nədir? Hər nədir? Çöldə fəlakətdir. Fırtına, Mosulu, daha doğrusu Yunus əleyhissalamın Neynəva şəhərini alt üst edir. Xalqı küçə-küçə Yunusu axtarır. Yunus haradadır? Biz tövbə etmək istəyirik. Onlar Yunusu nə qədər axtardılarsa tapa bilmədilər. Axı Yunus qaçıb. Baxın, Yunus əleyhissalamın qaçması Yunus əleyhissalam üçün problem oldu. Yəni tez getdi. Bu məsələnin bir tərəfi. Deməli, dəvətçi, sən, ey dinləyən, ey müsəlman kişi, qadın, uşaq, hamının borcudur Allaha çağırsın. Sənin də borcundur Allaha çağırasan. Amma Allaha çağıranda qaçma, usanma, bəddua etmə xalqına, döz. Bax, bu bir ibrət. 2, xalqa olan ibrət nədir? Ey xalq, siz də oyanın, Allaha qayıdın, günahları tərk edin. Sonra bu sözü sizə deyən adam tapılmaz, bu ikinci ibrətdir burada. Yəni, Yunus əleyhissalam öz cəzasını çəkdi. Siz də öz cəzanızı çəkərsiniz, Bəla gələr başınıza, fırtınanın altından xilas ola bilməzsiniz. Ölüm caynağından xilas ola bilməyəcəksiniz. Allaha şərik qoşmayın, haram yeməyin, haram içməyin, zina etməyin, Allahın əmrlərinə tabe olun. Bir gün bunu sizə deyən tapılmaz. Bax, axtardılar, tapmadılar. Nə etdilər? Onlar dəniz sahilində səcdəyə qapanaraq dedilər, gəlin hamımız səcdə edək eyni vaxtda. Bəlkə Allah bizi qurtarsın. Çünki fitrətlərində var idi. Allah səcdə edib ona yalvarmağı xoşlayır. Onlar hamısı səcdəyə çökdülər, bütün xalq. Və göz yaşlarıyla və dəhşətin içində bədənləri qorxudan titriyə-titriyə Allaha yalvardılar ki, Allahım bizi belə öldürmə.
Allah onların başından bəlanı qaldırdı. Və Allah bu bəlanı onlardan dəf etdi və onlar xilas oldular. Fırtına yatdı. Fırtına yatdı, Yunus əleyhissalam sahilə düşdü. Və xalqı xilas oldu. Və xalq bu bəladan çıxdıqdan sonra indi necə edək, doğrunu tapaq, Allah Yunusu bunlara gətirdi. Və bu arada onu da deyim. Yunus əleyhissalam bir balqabağın yarpağının altında günəşdən qorunmuşdu. Və özünə gələn kimi birinci yeməyi o balqabağı yedi. Çünki o xəstə idi. Qəribə xəstəlik keçirdirdi. Ya qorxudan idi, nə idisə, Yunus əleyhissalam rəngi qəribə bir rəng almışdı. Bizə görə, müasir elmə görə böyük ehtimal qaraciyər serrozu yaşayırdı. Nə idisə onun rəngi ölüm rəngində idi. Tutqun bir rəng almışdı. Ona görə də balqabaq yeməyi qaraciyər müalicəsi üçün inanılmaz bir şeydir. Bəlkə də elə burada da bir hikmət budur ki, Allah başqa bir bitkini deyil, balqabaq bitkisinin yarpağı altında onu saxladı və oradan yarpaq onu özünü bürümüşdü. Və oradan oyanar-oyanmaz birinci də elə o balqabağı yedi. Və sonra özünü toparladı. Və xalqının içinə gəldi, gördü ki, aman Allahım, xalqım salamatdır. Yaşadığımız şəhər dağılıb, amma insanları xilas olub. Onlar Yunus əleyhissalamı görər-görməz bağırlarına basaraq dedilər, ey Allahın nəbisi, bizə Allahı öyrət, bizə dini öyrət. Bütün bütlərimizi inkar etdik. Və onlar xilas oldular. Dəyərli insanlar, bizim də həyatımız belədir. Sən hansı fırtınanı yaşayırsansa, o xəstəlik dədirsə, o başqa sıxıntılardırsa, o yoxsulluqdursa, bilginən qurtuluş Allahdadır. Sən Allaha qayıt. Heç kəs belə düşünməsin, hansı zamanədir. İndi namaz qılmağa vaxt yoxdur, çatdırmaq olmur, içki içməsəm işim keçməz. Nə bilim, soyunmasam işim düzəlmir deyə soyunmaq deyəndə, yəni ki, hicabdan çıxmağı nəzərdə tuturam. Yəni, kobud mənada başa düşməyin. Yəni, mən bu hicabla mənim işim keçmir. Və yaxud da ki, bəzi dində olan insanlar, yəni din mənə əl vermir, işim alınmır, namazı çatdıra bilmirəm. Yəni, indi hansı zamanədir deyən insanlar, siz bilin, zaman elə həmən zamandır. Yanvar, fevral, mart və yaxud da ki, Rəcəb, Şaban, Ramazan. Yəni, elə həmən zamandır. Günəş doğur, günəş batır, günümüz keçir. Biz həmən zamanın içində yaşayırıq. Biz deyilik, biz dəyişdik. Zamanımı, dövrümüzü də, adətimizi də, inancımızı da. Allaha sığınaq, günahlardan qurtuluş problemin həllidir. Günahlardan qurtulaq, səbirli olaq, bizi dövr dəyişməsin, yəni mədəniyyət bizi dəyişməsin, Allahın bizə öyrətdiyi mədəniyyəti və inancı yaşayaq, dində də sağlam müsəlman olaq. Allaha şərik qoşub özümüzü müsəlman adlandırmayaq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.